İnsan ağlaya-ağlaya gəlir dünyaya. Mən isə ağlamadım, sustum. Elə o ilk gündən bu günə qədər sükut mənim yol yoldaşım oldu. Mən də onunla səssiz-səssiz yol gedirəm. Susmaq mənim seçimim deyildi. Bəlkə taleyim doğulduğum an barmağını dodağıma qoyub, sus, danışma dedi. Ağlamağım dünyaya yayılmadı. Amma içimdə dünya boyda ağlamaq yığıldı. İnsanlar danışa-danışa özlərini ifadə edirlər. Mən isə susa-susa özümü anlatmağa çalışdım. Həm də bəzən səssizlik insanın ən doğru səsidir. Susqunluq zəiflik deyil. Əksinə, o ruhun dərinliyidir. Səs çox olanda ürəyin pıçıltısı eşidilmir. Mən susduqca ətrafımdakı hər şeyi daha aydın görürəm. İnsanların gözündə gizlənən kədəri, gülüşlərin arxasındakı yorğunluğu, yaxşıyam sözündəki niskili. Danışanlar eşidilir, susanlar isə anlayır. Həyatım boyu susmağımı bəziləri utancaqlıq bildi, çoxları laqeydlik sandı. Halbuki mənim sükutum biganəlik deyil. Bu taleyimin mənə verdiyi ən böyük sınaqlardan biridir. Xəyalımda bəzən həmsöhbətimə ürəyimdə olan sözlə cavab verə bilmədiyim üçün düşünürəm ki, nə yaxşı ki susmağa məhkumam. Çünki atalar yaxşı demiş, sözü dedin qulu, demədinsə ağasın. Susqunluq mənə səbirli olmağı, əsəbi halda qışqırmaq istədiyim anlarda məcburən dərindən ah çəkib gözləməyi, incitdiyim zaman dərhal cavab verə bilməməyi, içimdə sakitləşməyi öyrətdi. Sakitlik bəzən məni qorudu, bəzən də içimdə fırtınalara qopartdı. Çünki susmaq hər zaman rahatlıq vermir. Bəzən deyə bilmədiyin sözlər ürəyində daş kimi ağırlaşır. Amma mən yenə də düşünürəm ki, qismətimə yazılan susqunluq mənim üçün bir mükafatdır. Çünki o mənim sığınacağımdır. Dünyanın gürültüsündən qaçıb, öz içimə çəkildiyim bir liman kimi. Orada xatirələr sakit-sakit gəzir, arzular pıçıltı ilə danışır, qorxular isə itir. Susqunluq mənim dilimdir. Mən hisslərimi hayqıraraq yox, baxışlarımla, davranışlarımla, bəzən də sadəcə varlığımla deyirəm. Bəlkə də bir gün mən də danışaram. Bəlkə içimdə yığılan bütün sözlər sel kimi axar, amma o gün gələnə qədər mən yenə öz səssiz yolumla gedəcəyəm. Bəlkə də bu belə olmayacaq. Çünki mən dünyaya səsimlə yox, sükutumla gəldim. Və bəlkə də mən bu səsli küylü dünyadan sükutumla gəldiyim kimi də sükutumla da gedəcəyəm. Yəqin ki, yaddaşlarda adımla yox, sükut adam kimi xatırlanacaq. Nalə Şahverdi.